içimde sığar iki cahan. Ben bu cahana sığmazam. Gövher ila mekan menem. Kövn mekana sığmazam. Zerre menem, güneş menem, şaur ile pencüşeş menem. Sureti gör beyan ile, çünkü beyane sığmazam. Erş ile ferş-ü kâfinun, mende bulundu cümleçun. Kes sözünü ve epsem ol, şerh-ü beyane sığmazam. Kimse güman-ı zenn ile, olmadı hak ile biliş. Hakkı bilen bilir ki mən, zenn-i gümana sığmazam. Hamı mənə Peyğəmbərin elçisi deyir. Təzim edir mənə. Təkcə siz itaat eləmirsiniz. Niyə? Sənin hakimiyyətin qılınc və qorxu üstündə bərqərardır. Xırda həşərat, iri həşəratdan qorxur. Qoyun qurtdan, gücsüz adam güclüdən. Cəmi bəşər də Allahdan. Dünyanın özü qorxu üstə bərqərar deyil. Güclü gücsüz insan yoxdur. Kamil insan var, bir də cahil. Cahilin tərz həyatı, heyvanatın tərz həyatı ilə doğrudan doyğundur. Qılınc, küllü qırğın, din, Allah xofu, hamısı hökmranlıq üçün. Bir söz de mənə, nəsinmi? Vəsf elə məni şair. Vəsf zamanı deyil afət. Ölümə gedirəm, yalvarıram. Səni bu hüsnü cəmalı, bu kəmal ilə görüb, qorxdular haqq deməyə, döndülər insan dedilər. Ey Müslümanlar! Bugün ol yari pünhan ayrılır. Ağlamayım neyleyim, çün gövdeden can ayrılır. Ey senem hicran elinden nalebi zar eylerem, gözlerimden sanasan deryayı ümman ayrılır. Ol sebeptendir ki mən bimar-ı rəncur olmuşam. Xəstə könlüm mərhəmi şol dərdə dərman ayrılır. Taqətim, səbrim tükendi yarsız mən neylərəm. Əqlimi şeyda qılan ol çeşmi fəttan ayrılır. Məhşəri yövmül hesab, qopdu qiyamət başıma.